Salam, əziz müəllimlər. İlk öncə özümü tanış etmək istəyirəm. Mən Məmmədiyarova Tünzalə, təsvir incəsənət müəlliməsi. Deməli, bu gün sizə 1-ci sinifdə mövzular haqqında, daha doğrusu şəkilli əsərlər haqqında sizə məlumat verəcəm. Bildiyiniz kimi 1-ci sinifdə nəzəriyyələr yoxdur, sırf şəkilli əsərlər əsas üstünlük təşkil edir. Yəni istəyirəm ki, sizin də sizə köməklik üçün bu kanalı mən yaradıram. Yəni sizə rahat olsun deyə çalışdığım qədər köməklik edəcəm. 1-ci sinifdən 9-cu sinifə kimi dərsliklər, metodik vəsaitlər və əlavə məlumatlar çalışdığım qədər səhifədə paylaşımlar edəcəm. Deməli, 1-ci sinifdə ilk öncə şəkilli əsərləri dediyim kimi Altay Hacıyevin Sahildən Uzaqda əsəri, sonra Bəhruz Kəncəlinin Çoban sürüsü ilə Fuad Əbdürrəhmanovun Nizami Gəncəvi əsərinə diqqət yetirin. Daha sonra var ki, Mircavad Mircavadovun Günəşli Atlı, Tağı Tağıyevin Mənim Babam və Nənəm əsəri var. Qoca Balıqçının portreti əsərdə Eyüp Məmmədovun Mənim Azərbaycanım və yaxud da ki, bəzilərində bu Azərbaycanım kimi qeyd olunur, Mənim Azərbaycanım qeyd olunmur. Asif Cəfərovun əsəridir. Ondan sonra Davud Kazımovun Səməd Vurğun, Tahir Salahovun Qırmızı Biberlə Nətrumot, Maral Rəhmanzadənin Laçın Külhacı kəndi əsəridir. Bunlara diqqət yetirərsiniz, zəhmət olmasa. Daha sonra Sadiq Şərifzadənin Üzüm yığımı əsəridir. Səttar Bəhluzadənin Cıdır düzü. Həmçinin Səttar Bəhluzadənin Mənim Anam əsəridir. Bunlara baxarsınız. Abşeron bağlarında Səttar Bəhluzadənin. Daha sonra Natiq Fərəculazadənin Quş Satan Qız. Bu əsərlərə diqqət yetirərsiniz. Daha sonra qeyd olunub burada Mirzə Qədim İrəvaninin Qızılgül və Bülbül. Burada xalça qeyd olunub. Quba bölgəmizə aid xalça nümunəsidir. Quba xalçası adlanır həmçinin bu. Daha sonra boyalar və fırçalar haqqında məlumat verilib. Boyalar, deməli, burada əsas rənglər, boyalar haqqında əsas rənglər məlumat verilib. Əsas rənglərimiz bizim qırmızı, sarı, göydür. Fırçalarımız dəyirmi və yastı fırçalardır. Burada əsər qeyd olunub. Səttar Bəhluzadənin Torpağın Arzusu əsəri, bu əsər. Daha sonra Bəhruz Kəncəlinin Oğlan Budaq ilə Qırmızı Yaylıqlı Qız, bu əsərlər. Baba Əliyevin Ana Ürəyi əsəri. Əzim Əzimzadənin Varlı Evli Ramazan əsəri qeyd olunub. Daha sonra Cavad xan əsəri qeyd olunub. Xanlar Əhmədovun heykəltəraş, Fuad Əbdürrəhmanovun Çoban, Oxatan əsəri. Daha sonra Van Qoqun Yataq otağı əsəri. Bu Niderland rəssamıdır həmçinin Van Qoq. Şahnabad dağları qrafik əsər Səttar Bəhluzadənin. Filarmoniya Oqtay Şıxəliyev, bu əsər. Daha sonra Bahar nəğməsi əsəri Səttar Bəhluzadə, Bəhruz Kəncəlinin Dağ mənzərə əsəri. Əziz müəllimlər, zəhmət olmasa bu iki əsərə diqqətlə fikir verin və fərqləndirin. Çünki bir çox müəllimlər bunu qarışdırır. Yəni bu əsərləri rəssamların, daha doğrusu hansı əsərin hansı rəssama aid olduğunu qarışdırırlar. Onun üçün bunlara diqqətlə fikir verin. Misal, Səttar Bəhluzadədə ən çox rənglərdən daha üstün rənglərdən istifadə olunub, güllərdən istifadə olunub gördüyümüz kimi, amma Bəhruz Kəncəlidə isə dağlar. Ən başda dağlar ön plandadır. Yəni dağları nəzərə yetirsiniz, fərqləndirə bilərsiniz. Daha sonra Renoirın Yerləncəkdə əsəri, fransız rəssam Auguste Renoirın Yerləncəkdə əsəridir. Biz bunu inşallah 8-ci sinifdə tanış olacağıq. Bu impressionizm rəssamıdır həmçinin. Səttar Bəhluzadənin Azərbaycan nağılı əsəri.
Yine Bəhruz Kəncəlinin Milli Geyimli Qız əsəri. Mən çalışdığım qədər, yəni siniflər belə bitdikdən sonra əlavə məlumatlar olaraq rəssamlardan Bəhruz Kəncəlidir, Əzim Əzimzadədir. Bu kimi rəssamlar haqqında isə əlavə məlumatlar paylaşacağam. Baksetqol əsəri Xalidə Səfərova. Daha sonra isə ən sonda yeni lüğət verilib. Quaş nədir, sərgi nə deyilir, nəbati naxış nədir, forma, bunlar haqqında qısa məlumatlar verilib. Bu bizim ilk dərsimizdir. Çalışacağım metodik vəsaitlərdən də, digər mövzulardan da sizin üçün paylaşımlar edim faydalanmaq üçün. Çalışdığım qədər, yəni dediyim kimi məlumatlar paylaşacağım. Qısa məlumatlar, əsas yerlər hansılardır, nəyə fikir vermək lazımdır. Onlar üçün belə videolar, paylaşımlar edəcəm. Oldu, sağ olun.